Qəbələdə Rusların Qaradokuna gəlmişəm. Köhnə günləri yad edirəm. Buralar Qaradokdur. Bura market idi. Gəlirdik, buradan girirdik. Burcu alırdıq. Bu fəvvarə idi. Bir dəqiqə gedim çatım. Onun içində həmişə su olurdu. Bəzən uşaqlar düşürdü. O birisi uşaqlar düşüb onları xilas edirdilər. Dərin də deyil deyə əslində bura. Gəlirdik, burada o tərəflərdə voleybol oynayırdıq. Bax, bura basketbol sahəsidir. Burada oynayırdıq. Əvvəllər asfalt idi buranın yeri. İndi ot basıb bütün sportla, bultuzla telefonlarımıza o qız mahnısını falan yekilirdik. Gəlirdik, burada qulaq asırdıq. Marketdən alırdıq. Fəvvarənin yanından keçirdik. Gəlirdik, tumları əlimizdə. Burada otururduq. Burada oturacaqlar var idi. Yol boyu belə oturacaqlar var idi. Otururduq, tum çırtdıya hər şeydən danışırdıq. Axşam saatlarına qədər, gecəyə qədər. Çıxırdıq onun üstünə, uzanırdıq burada. Oradan ulduzlara baxırdıq. Amma rusların vaxtında, yəni bunları qəşəng hər il boyuyurdular. Ağacların aşağısında ağ eləyirdilər, əhəng səhv eləmirəmsə. Oynayıb yorulub gəlib bunların üstünə uzanırdıq. Burada otururduq, söhbət eləyirdik. Bir də orada Babəyin atasının marketi var idi, oralarda bir yerdə. Oradan da abur-cubur alırdıq, gəlirdik bu həyətə. Axşama qədər, gecəyə qədər, səhərə qədər, yeni il günü hər kəs səhər saat 5-6-ya qədər həyətdə olurdu. Çox gözəl günlər idi. Burada da voleybol oynuyorduk. Bəzən də xalçaları asırdılar. Darxıram. Çox heyif, yəni. Bura əvvəllər ruslar çox yaxşı baxırdılar, indi çox baxımsız qalıb.